Salam müəllimlər, bugün sizinlə dərsimiz olacaqdır. Qısnama bullying. Bullyingin müəllimlər özünə görə növləri var. Bullying dedikdə nə başa düşürük? Güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji, fiziki əzab verməsidir. Bir insana belə deyək də sözlər vasitəsilə təhqir ediriksə, bir zəif insandır da, onu vururuqsa, davamlı olaraq onu incidiriksə, bunun özü bullying hadisəsi adlanır. Buna görə də bullyingin növləri var. Tədqiqatçıların yanaşmasından deyir, asılı olaraq bullying müxtəlif təsnifatları var və aşağıdakı cədvəllərdə bəziləri əks olunubdur. Burada verilibdir bullyingin məqsədə nə görə bullyingin növləri. İkinci, bullyingin göstərdiyi davranışa görə bullying növləri, bullyingin birbaşa və dolayı yolla təsirinə görə bullying növləri, bir də xüsusi növ bullying. Gəlin indi isə bu bullyingin növlərinin açıqlamalarına baxaq, görək burada deyəndə nə başa düşürük. Baxırıq elə birincinə, burada veribdir, deməli, bullyingin məqsədinə görə və deməli növləri. Bullyingin məqsədlərinə görə növləri var. Məqsədli bullying, məqsədsiz bullying, yəni düşünülməmiş bullying, bir də tədris bullying. İkinci olan məqsədsiz bullying özlüyündə həm düşünülməmiş bullying, həm də tədris bullyingi kimi də götürmək olar. Bax, burada deməli, nə demək istəyir? Məqsədli bullying dedikdə, yəni bir insandan xoşumuz gəlmirsə, davamlı məqsədimiz var da burada, onu incidirik. Bu bizim məqsədli bullyingimizdir. Məqsədsiz bullyingimiz nədir, müəllimlər? Hər zaman belə deyək də, istəməyərəkdən, məsələn, məqsədimiz olmur, amma o insanı bilməyərəkdən, valideyn olsun, müəllim olsun, bilməyərəkdən məqsədsiz olaraq incidərsə, bu da məqsədsiz bullyingdir. Buna da düşünülməmiş bullying, bir də tədris bullyingi deyilir. Məsələn, bir şəxsə sözü deyirik, hər hansısa bir sözdür. Həmən şəxsə bu sözü düşünməmiş deyirik də, yəni düşünmürük ki, heç onun bu xətrinə dəyər, ona mənfi təsir edilər. Və bu onun özü qarşısındakına işlətdiyin söz ona bullying kimi təsir edir ki, bu da yəni məqsədsiz olaraq düşünülməmiş bir söz deyirik. Və yaxud da ki, müəllim, şagird valideyn arasında olur ki, düşünülmədən edilir. Və məsəl üçün, sinifdə uşaqlar arasında belə deyək də, zarafat yana düşünərək onu vurursan, itələyirsən tez-tez. Düşünmürsən ki, o şagirdin xoşuna gəlməz, yəni yoldaşının, sinif yoldaşının. Bunu sən düşünülməmiş edirsən, amma əslində o insana mənfi təsir edir. Güclü insan olduğuna görə cavab qaytara bilmir, söz deyə bilmir. Burada bax, olur bu düşünülməmiş bullyingin etməsi ki, qarşısındakı insana düşünülməmiş hərəkət edirsən və buna deməli, mənfi təsir göstərmiş olur. Tədris bullyingi var. Tədris bullyingi nədir? Tədris bullyingi isə müəllim və valideyn arasında olan bir şagird arasında olan bir bullyingdir. Məsəl üçün, müəllim bilmədən sürəkli bir şagirdin adını çəkir. Baxır mövzuda və yaxud da ki, hər hansı məqalə yazılıbdır. Bu məqalədə şagirdlərin əslində çoxunun səhvi var. Amma bilmədən, dayanmadan deyir ki, Əli burada səhv etdi, Əli burada səhv etdi, məsəl üçün də Əli burada bilmədən bir insanın davamlı adını çəkir. Bilmədən davamlı adını çəkir. Əslində müəllim bunu düşünmür ki, şagirdə pis təsir edə. Amma şagirddə bu mənfi təsir edir və cavab qaytara bilmir. Hardasa özünə qarşı belə deyək də egoistik olur, özünü pis hiss etmiş olur. Bax, bu da olur tədrisi bullying. Bax, məqsədli və məqsədsiz bullyingin mənası bu deməkdir. Biri var məqsədin ola. İnsandan məsələn, hardaxırsa xoşunuz gəlməyə, şəxsi qərəzliyiniz ola, məqsədlə ona incidəsiz. Biri var məqsədsiz olaraq, yəni bayaq dediyim kimi düşünülməmiş edilən və tədrisdə bullyingdir ki, bunlar məqsədsiz olur. Daha sonra bullyingin göstərdiyi davranışa görə bullyingin növləri fiziki bullying,
qeyri-fiziki bullying, verbal bullying, qeyri-verbal bullying, bir də sosial bullying. Belə deyək də, fiziki bullying dedikdə kimisi belə deyək, ilk növbədə şagirdlər arasında fiziki güc göstərmək, vurmaq sinif yoldaşına, bunlar fiziki olaraq belə deyək də, kimisə qəsdən vurursan, zəif olduğu adamı, onu sürəkli itələyirsən, badalaq verirsən, bu olur fiziki bullying, fiziki cəhətdən ona təsir etmirsən. Deməli, qeyri-fiziki bullying isə kontakt olmadan, təmassız baş verən bullying növüdür. Bunun da əsasən özü 3 növə bölünür. Verbal bullying, qeyri-verbal bullying, bir də sosial bullying. Deməli, verbal bullying nədir? Yəni, burada təmas yoxdur, amma fiziki cəhətdən onlara təsir edirik. Verbal bullying, müəllimlər, sözlərlə olan, hər hansısa sözlə vururuq, yazı ilə ona yazı atıb onun adına təhqiramiz sözlər yazırıq, alçaldan sözlər yazırıq və yaxud da ki, özümüz elə nitqimizdən çıxaraq sözlü ifadələrlə bir insanı incitdiriksə, bu verbal, yəni sözlü olaraq bullyingdir. Qeyri-verbal bullying nədir? Burada artıq jest hərəkətləridir, şəkildir, təkrir olunma bura aid edilir. Məsələn, mimikalarımızla ona göz süzdürürük və yaxud da ki, üzümüzü çövürürük, söz deyəndə o tərəfə baxırıq. Bu isə qeyri-verbaldır, yəni hərəkətlərimizlə, jestimiz, mimikamızla edilən, deməli, fiziki bullyinglərdir. Yəni, qeyri-fiziki bullyingə aid edilərək qeyri-verbal bullying. Sosial bullying nədir? Bura şəxsin hər hansısa bir sosial qrupdan uzaqlaşdırılma, xoşagəlməz şailələr yayılması, şəxsin başqasını utandırma və s. aid edilir. Məsəl üçün, belə deyək də, hər hansısa bir insanın qarşınızda şəkili var, onu yayırsınız, gülünc obyektinə qoyursunuz, sosial cəhətdən insanların içərisində bunu belə deyək də, aktiv hər hansısa bir qızdırsa, onun adından insanlara şayələr yayırsınız. Bax, bu olur insanlar arasında artıq şayələr yayırsınızsa, burada deməli olur sosial bullying. Burada şəkil dedim, şəklimiz bizim deməli, digər olan, belə deyək də, bullyinglərimizdən aid olan kiberbullyingdir ki, onu sosial şəbəkə vasitəsilə edirik. Sosial bullying isə insanların arasında onu təhqir etməyə çalışırıq. Onun adından şayələr danışırıqsa, bu sosial bullyingə aid edilir. Deməli, üçüncü növümüz isə bullyingin birbaşa və ya dolayı yolla təsirini, bullyingin növləri. Biri var vasitəsiz bullying, 2 cürdür. Deməli, bir də var vasitəli bullying. Vasitəsiz bullying nədir? Vasitəli bullying nədir? Vasitəsiz bullying, müəllimlər, deməli, bullyingin bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Bu bullying bütün növlərdə müşahidə edə bilərik. Vasitəli bullying isə, yəni burada heç kim bizə lazım deyil də, özümüz bir insanı təhqir edirik, vururuq və yaxud da ki, kobud sözlərimizlə ona mənfi təsir edirik. Burada vasitə özümüz var. Bilinir ki, burada vasitə sizdir. Vasitə var deyəndə, yəni vasitəsiz olaraq bunu edirik. Amma vasitəli bullying nədir? Bullyingi, hadisəni belə deyək də, onu edən, istəyən tərəfdən yox, üçüncü şəxs tərəfindən həyata keçirilir. Məsəl üçün, kiməsə deyiriksə, kontakt vasitəsilə bu insanı incit, onu vur, ona xoşagəlməz sözlərdir. Bax, bu olur üçüncü şəxs tərəfindən olan vasitəli bullying adlanır ki, yəni aramızda vasitəçi olur ki, bu onları həyata keçirir. Deməli, bir də sonuncu olaraq dördüncü bullyingimiz var. Bu da xüsusi növ bullyingə adlanır. Deməli, kiberbullyingdir. Bullyingin xüsusi formalarından olan bu bullying sosial media üzərindən baş verir. Burada deməli, verbal, həm yazılı sözlərlə təhqir, həm qeyri-verbal, şəkilli, sözsüz videolar, sonra fiziki olaraq internet üzərində şəxsi elektron cihazlarının sıradan çıxarılması,
Və bunların hamısı deməli kiberbullyinginə aiddir ki, bunlardan istifadə edərək sosial media üzərindən baş vermiş bir bullyingdir. Və bu bizim oldu bullyingimizin növləri. İndi isə sizlə baxırıq görək bullyingi necə müəyyən edərik ki, şagird bullyingə məruz qalıbdır. Bunun da özünün yolları var müəyyən edilməsi üçün, yəni. Deyir ki, bəzən şagirdlər arasında nifaq və ya adi konflikt bullyinglə qarşılaşdırıla bilər. Bundan əlavə bir çox hallarda bullying hadisəsi gizli olaraq baş verdiyindən ətrafdakı bunu hiss etməyə bilər. Bu baxımdan da bullying müəyyən etmək üçün aşağıdakı yanaşmalardan istifadə oluna bilər. Düzdür, sinifdə ola bilər hər hansısa bir şagirdə bullying ola, müəllim isə bunu müəyyən etməkdə gec qala bilər. Deyir, məktəbdə şagirdlər özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühit yaradılmasıdır. Bax, bu bullyingi müəyyən etmək üçün əlbəttə müəllim hər kəsdən bunu müəyyən edə bilmir. Bunun üçün sinifdə təhlükəsiz, şagirdlərin özünü ifadə biləcək bir mühit yaratmaq lazımdır ki, ilk növbədə şagirdlər özlərinin hər şeyin bölüşə bilsinlər, başlarına gələnləri müəllimə danışa bilsinlər, digər uşaqlara deyə bilsinlər, aşkara yəni çıxardıb deyə bilsinlər də. Bunun üçün də bizə təhlükəsiz sinif şəraiti, özünü ifadə etmə bacarığı lazımdır. Daha sonra bizə nə lazımdır? Bütün məktəb heyətinin müəllim, direktor məktəb müavinidir, psixoloqu, köməkçi texniklər, belə deyək də, işçilər bir-biri ilə əməkdaşlığı. Yəni məktəbdə hər kəs əməkdaşlıq edərsə, burada da şagirdlərin bullyingə məruz qaldığını aşkara çıxarda bilərik. Hər kəsin əməkdaşlıq edib aktiv heyət olması lazımdır ki, biz bullyingi bir üzə çıxarda bilək. Sonra şagirdlərin şəxsi formalarının yaradılması. Bura yalnız deyir şagirdlərin akademik nailiyyəti deyil, eyni zamanda şagird davranışı, digər şagirdlərlə münasibəti, ailə vəziyyətini əks etdirən sənədlər də daxil olmalıdır ki, bu məktəbdə şagirdlər arasında olan münasibəti nəzarət altında saxlamağa və bullying hallarını üzəri çıxarmağa da kömək edə bilər. Valideynlə əməkdaşlıq etməyimiz, əlbəttə bu mühüm belə deyək də, mühüm yer tutan əsas bir şəxsdir ki, valideyn onunla əməkdaşlıq edərək bunları müşahidə altına ala bilərik və yaxud da ki, valideyn müşahidə edirsə, müəllimlə bunu bölüşər, rəhbərliyə bildirməli, birlikdə bunu həll etmək lazımdır. Bunun üçün də valideynin əməkdaşlığı məktəbdə çox vacibdir. Sonra esse yazmaqla deməli bunu müəyyən edə bilərik, yazdırmaqla. Yəni deyir Azərbaycan dili və digər xarici dil dərslərində əsasən də sinif saatlarında müəllim dərsin bir hissəsi kimi bullying, şagirdlərin bir-birinə münasibəti haqqında esse yazması deyir, dünya praktikasında istifadə olunan effektiv metodlardan biridir. İlk dəfədə İsveç psixoloqu bullying üzrə mütəxəssis Anatol Pikas esse yazmağın bullyingin üzəri çıxarılmasında güclü strategiya olması məktəblərdə apardığı təcrübələr nəticəsində sübut etmişdir. Lakin deyir, o qeyd edir ki, bu zaman müəllim müəyyən çətinliklərlə rastlaşa bilər. Şagird öz fantasiyasına əsasən hadisə uydura bilər ki, güya nələrsə bunun başına gələ bilər də. Bu zaman müəllim çətinlik çəkə bilər. İkinci, bully öz davranışından agah olduğundan özü haqqında yazmaqdan imtina edə və tamamilə uyudulmuş bir hekayə yaza bilər. Burada şagirdin səmimi davranması üçün müəllim sinifdə mühakimədən uzaq mühit yaratması lazımdır. 3. Bullyingə məruz qalan şəxs hamı biləcək vəziyyəti biraz kəskinlənəcək qorxusu qarşısında öz başına gələn hadisəni yazmaya bilər. Burada da konfidensialların qonacağı şagirdlərə əmin etmək vacib amillərdəndir. Yəni ki, yazılan esseni, yəni müəllimlə şagird arasında qalacağı, yəni şagirdlərin arasında konfidensiallığın pozulmamasına da əmin olmaq vacib amillərdəndir ki, şagird rahatlıqla esseni yazsın.
Anonim sorğudan istifadə edilə bilər. Deyir, əvvəlcə hazırlanmış anketə əsasən sorğu apararaq bullyinqi müəyyən etmək olar. Belə anketin tərtib olunması üçün bullying müəyyən edən əsas terminlərdən istifadə məqsədə uyğun hesab edilir. Məqsədyönlü, incitmək, davamlı müddət, güc, provoksiya. Burada hər bir terminə uyğun bulli və bullyingə məruz qalan şagirdlərə verilə biləcək suallar tərtib edilməlidir. Baxın, burada hardasa cədvəldə verilibdir ki, bax, məqsədyönlü. Bullying və bullyingə şəxsi incitməyə məqsədin olubmu? Bunu niyə etdin? Məqsədin incitmək idimi? O, bunu qəsdənmi etdi? Və bu formadan anket, anonim sorğular yazaraq şagirdlər burada cavablayaraq biz bunu şagirddən belə deyək də bir növ müəllim axım burada təhqiqatçı olmalıdır. Ondan tutmalıdır ki, şagird bullyingə məruz qalıb və yaxud da kimlərisə bullyingə məruz qoyubdur. Bax, anonim sorğu bu deməkdir. Sonra bullyingin qarşısını alma yolları var. Alma yolları nədir? Alması üçün strategiyalar verilibdir ki, bullyingin qarşısını alması üçün istifadə olunan strategiyaların deyir, əksəriyyəsi profilaktor xarakter daşıyır. Məktəbdə pozitiv, güvənli, təhlükəsiz atmosferin yaradılmasına xidmət edir. Bu da bullyingin yaranma ehtimallarını azaldır. Deyir, nümunə üçün bəzi strategiyaları təqdim olunur. Mənəvi dəyərlərin şagirdlərə aşılanması, əlbəttə mənəvi dəyərlərdir, dünya görüşümüzdür, insanlarla necə davranmağımız lazımdır, ailədə necə davranılmalıdır və bunlar bizim mənəvi dəyərlərdir ki, bunları şagirdlərə aşılamaq lazımdır. Emosional intellektin formalaşdırılması. Müəllimlər, biz emosional intellekti sizlərlə keçmişdik ki, deməli, emosional intellekt Daniel Goleman'ın emosional intellektinə görə insanların özünü dərk etməsi, idarə etməsi, özünü motivasiya etməsidir. Sonra insanlara qarşı empatiyadır. Bundan əlavə münasibətlərin idarə edilməsidir. Bunlar öz aksini harda tapmışdı? Emosional intellektin formalaşdırılmasına. Məhz bunlardan istifadə edərək müəllim ki, yazmışdı, suallar verərək şagirdlərdə bunu formalaşdıra bilər. Bəzi suallarımız var və biz bunda şagirdlərdə emosional intellekti düzgün formada formalaşdırarıqsa, bullyingin qarşısını almış olarıq. Sonra buzqıran strategiyalarından istifadə etməklə biz bullyingin qarşısını ala bilərik. Valideynlə əməkdaşlıq və onların maarifləndirilməsi. Bax, valideynlərlə müəllimlər danışarkən şagirdlərlə necə, yəni öz evdə valideynlər övladı ilə necə davranmağını, onların hüquqlarını necə qorumağı, onların valideynlər də bilirik ki, bir növ şagirdləri o qədər sıxlayır ki, onlara qarşı o qədər kobud olur ki, uşaqlara da, şagirdə deməyim, valideyndirsə, bu zaman uşaqlarda da qorxu hissi olur və tez-tez bullyingə məruz qalmış olur, ancaq bunu açıqlaya bilmir. Bunun üçün də valideynləri də maarifləndirmək lazımdır. Deyir, bu həm bullyingin müəyyən edilməsində, həm də qarşısının alınmasının əsas strategiyalarından biridir. Çünki bir çox hallarda valideyn şagirdlərin psixoloji vəziyyəti onun xarakteri haqqında çox məlumatlı olur. Belə əməkdaşlıq zamanı valideyn öz övladının xüsusiyyətlərini nəzərə alaraq müəyyən təkliflər irəli sürə bilər. Burada həm də müəllimin valideynin təklifləri var ki, uşaqları ilə necə davranılsın. Bu baxımdan etibarilə təhlükəsizliyi və konfidensiallığa əsaslanan müəllim-valideyn münasibətlərinin qurulması olduqca vacib amillərdəndir ki, konfidensiallıq, yenə təkrar edirəm, əlbəttə ki, gizliliyin qorunması vacib amillərdən biridir. Həmçinin valideyn bullying növlərin yaranma səbəbini, şagirdlərin davranışında diqqət yetirməli olan əlamətləri, bu əlamətləri müşahidə olunan zaman məktəbə necə deyəcəyi barədə də məqsəddə, yəni ki, arxeyin olsun ki, yəni müəllim bunu digər insanlara
bildirməyəcək, şagirdlər arasında bunu açıqlamayacaqdır. Yəni buna əmin olmalıdır. Sonra məktəb psixoloqu ilə əməkdaşlıq etmək vacibdir məsələlərdəndir. Çünki bu zaman məsləhətləşmə aparırıq uşağa görə. Sonra şagirdlərin bu barədə maarifləndirilməsidir ki, bullying haqqında məlumatlandırılması mümkün qədər deməli bu halın yanaşmasına əvvəl baş tutmalıdır. Əvvəlcədən, yəni müəllim şagirdlərə bullying haqqında məlumatlar verməli, onları maarifləndirməlidir ki, sinifdə bullying hadisəsi baş verməsin. Sonra müəllimin rol modeli də var. Bildiyimiz kimi, şagirdlər xarakteri formalaşmasında müəllimin nəyi böyükdür? Təsiri böyükdür. Müəllim rol modeli olduğundan onun davranışı birbaşa şagirdlərə əlbəttə ki, təsir edir. Bu baxımdan da müəllimin davranışında diqqətli olması çox vacibdir. Bəzən deyir, bunu etmək asan olmur. Belə ki, çox hallarda davranışımız ətrafa necə təsir etdiyini dərindən analiz etmirik. Nəticədə ki, qarşımızı istəmədən, bilmədən bullying etmiş oluruq. Bunun üçün də ilk növbədə müəllim bullying haqqında maariflənməsi əhəmiyyətlidir. Bundan əlavə müəllim emosional intellekti yüksək inkişaf etməsi, dərin mənəvi dəyərlərə malik olması, öz davranışlara daim refleksiya edərək nəticə çıxarması zəruri faktorlardan biridir.